Mən hər kəsin yaşam prinsiplərində, ora geyimlər də daxildir, hərəkətlər də daxildir və s. Məhdudiyyətin tərəfdarı deyiləm, hər kəs özü bilər. Çünki hər kəs öz həyatını özü yaşayır. Lakin bizim bildiyimiz bir şeylər var. Bizim geyimlər və bizim hərəkətlər ictimai mənafelərə, cəmiyyət mənafelərinə zərər vurmamalıdır. Məsələn, biz aşırı surətdə azadlığın nə olduğunu bilmədiyimiz üçün, demokratiyanın nə olduğunu bilmədiyimiz üçün, liberalizmin nə olduğunu bilmədiyimiz üçün bizdə bəzən bu hərəkətlər bayağı alınır. Məsələn, tutaq ki, işə elə geyimdə gedirlər ki, bu iş geyimi deyil, bu bar geyimidir, bu diskoteka geyimidir, bu gecə klubu geyimidir. Amma ondan işə gəlirlər. Bu azadlığı, liberalizmi, cəmiyyət dəyərlərini, iş dəyərlərini bilməməyin nəticəsidir. Və yaxud da ictimai yerlərə, oturuşuna, duruşuna fikir vermədən, filan etmədən gedirlər. Axı, insan bilməlidir ki, hansı yerdə nəyi geyinməyi cəmiyyət üçün problem yaratmır. Məsələn, müəllimə tutaq ki, yetkinlik yaşına çatmış uşaqlara 9, 10, 11-ci siniflərdə dərs deyir. Xanım müəllimədir, universiteti yeni bitirib. Anlamalıdır ki, auditoriyada, yəni məktəbdə, sinifdə elə uşaqlar var ki, onlar artıq oyanış dövrünü yaşayırlar, artıq yeni bir mərhələyə adlayırlar, kişilik mərhələsi adlayırlar və s. Mütləq o geyiminə fikir verməlidir. Mən sərbəstəm, mən azadam deyib də ora gəlmək, istənilən geyimdə gəlmək, açıq-saçıq geyimdə gəlmək, qaydalara uyğun olmayan geyimdə gəlmək, nəticə etibarilə o uşaqları dərsdən yayındırır. Bu yaxınlarda efirlərin birində bir mövzuya rast gəlmişdim. Mən deyir, müəllimələrdən biri deyir ki, mən mini geyimli qızları auditoriyaya buraxmıram. Çünki oğlanlar mənim dərsimə yox, o qızın ayaqlarına baxır. Belə bir mövzu var idi. Və əslində müəllimə bəlkə biraz sərt demişdi. Amma doğrusu olan odur. İnsan bilməlidir ki, auditoriya dərs oxumaqdan ötürüdür, elm qazanmaqdan ötürüdür. O bara, gecə klubuna geyinə biləcəyi geyimi gəlib orada geyinmir. Gecə klubuna getmirsənsə, sənin gedə biləcəyin başqa partilər var, filan var, orada geyin və s. Amma mütləq deyil də ki, geyinəsən. Bu cür geyinməyə də bilərsən. Azadlıq başqasının hüquqlarının başladığı yerdə öz haqqından keçməkdir. Cəmiyyət qəbul etməlidir ki, mənim geyimim də, davranışım da, əxlaqım da, hər bir şeydə başqasının hüquqlarına ziyan vurursa, ki vurur, tərbiyə hüquqlarına və s. hamısına ziyan vurur. Burada məhdudiyyətləri özü müəyyən etməlidir. Amma mən qanunlarla o məhdudiyyətlərin tərəfdarı deyiləm, çünki o bir şey verməyəcək. İnsan daxilində, azadlığı dərk edən insan daxilində onu müəyyən etməlidir. Biz liberalizmin fəlsəfəsini anlamırıq ki, liberalizm nədir? Liberalizm hər kəslə yanaşı yaşamağı bacarmaqdır. Mühafizəkarla, dindarla, liberalla, demokratiklə, millətçi ilə hamının yanaşı yaşamasıdır. Amma bir liberal bir dinçini qəbul etməyəcək, bir mühafizəkarı qəbul etməyəcək, bir mühafizəkar bir dinçi də liberalı qəbul etməyəcək. Bu cür sivilizasiyaların toqquşması düşüncə və təfəkkürün hələlik yetkin olmamasının nəticəsidir. Əslində bizi dəyişən Avropa deyil, bizi dəyişən bütövlükdə insanlardır, texnologiyadır, aldığımız informasiyalardır bizi dəyişən. Bizi Avropa dəyişmir, bizi informasiya dəyişir. Hansı informasiyalar alırıq və o informasiyalardan necə istifadə edirik. Çox təəssüflər olsun ki, Azərbaycanın dövlət siyasəti, televiziya siyasəti, informasiya siyasəti bu informasiyalarını yönləndirmək üçün sistemli bir proqrama malik deyil. Məsələn, Azərbaycan efirləri Azərbaycan insanını çox pis yerə yönəldir. Sənə verilən informasiya səni bir fərqli pis yola da apara bilər. Sənə verilən informasiya səni tərbiyə edərək yaxşı yerə apara bilər. Bu o demək deyil ki, biz informasiyanı qıt eləməliyik, informasiyanı az eləməliyik. Əksinə, bütün informasiyalar doğru verilməlidir və onun istiqaməti, dövlət siyasəti onun düzgün olmalıdır. Daha proqramlarda tutaq ki, uşağını axtaran, arvadını axtaran, ərindən boşanan, ər axtaran bu tipli verilişlərlə biz alınan informasiyanı doğru yerə yönəltməyəcəyik. Adam öldürülür, bütün cəmiyyətlərdə adamlar öldürülür, bütün cəmiyyətlərdə cinayətlər baş verir. Amma biz o baş verən cinayətin yönləndirilməsi istiqamətində, onun tərbiyəvi üsullarından necə istifadə edirik, sistemli şəkildə necə istifadə edirik ki, başqaları bu cinayətdən çəkinsinlər, bu cinayət etməsinlər. Yoxsa Azərbaycan proqramlarının böyük əksəriyyəti təhrikçi
rolunda çıxış eləyir. Alınan informasiyadan mən də elə o cür ola bilərəm, mən də o cür edə bilərəm kimi bir nəticə çıxarırlar. Boşanan da elədir, evlənən də elədir, nə bilim, xəyanət edən də elədir, başqa yerdən uşağını axtaran da elədir və yaxud da geyim və s. bu şəkildədir. Ona görə də biz bunlara diqqət etməliyik. Bizi daha çox informasiyalar dəyişir. Çox təəssüf ki, biz də informasiya siyasətinin dövlət səviyyəsində yönləndirməyi bacarmırıq.